Evlərindən qaçan yeniyetmələr bəzən fahişəliyə şövq yaxud məcbur olunurlar. Los Angelesdə Gecə Uşaqları adlı xeyriyyə təşkilatı bu yeniyetmələrin həyatlarını dəyişmək və təhsil almaq imkanları yaradır. Onlar da digər uşaqlar kimi kompüter oyunları oynayır, dərs oxuyur və ya meditasiya etməyə çalışırlar. Lakin bu yaxınlara qədər küçələrdə sutenyorlar tərəfindən satılan bu uşaqlar sağ qalmaq üçün mübarizə aparırdılar. Alisa'nın 15 yaşı var. O, bir il bundan əvvəl bacısı ilə birlikdə sutenyor tərəfindən fahişəliyə məcbur edilmişdi. Alisa deyir ki, bütün gün mehmanxana otağında ona fahişəlik ədaları öyrədilirdi. O, nə yemək yeyə bilir, nə də ailəsi ilə danışa bilirdi. Polis tərəfindən həbs edilən Alisa Gecə Uşaqları Təşkilatının qərargahına gətirilir. Burada uşaqlara özəl dərslər keçirilir. Onlarla təkbətək söhbətlər aparılır və yenidən öz həyatlarına qayıtmaq yolunda işlər görülür. Əvvəllər fahişəliklə məşğul olan Amber'in isə 17 yaşı var. Burada biz hamımız demək olar ki, eyniyik. Biz bir-birimizə baxır və əmin oluruq ki, biz düz iş görürük. Bir çox Amerikalı Asiya kimi uzaq ölkələrdə insan alverinin olduğu barədə eşidib. Los Angeles şəhəri polis şöbəsinin rəis müavini Sean King Birləşmiş Ştatlarda da evlərindən qaçan yeniyetmələrin fahişəliyə sürüklənərək satılması hallarının olduğunu deyir. Biz dünyada insan alveri və cinayət statistikasını izləyirik. Lakin ölkə daxilində mən ABŞ-ın digər ştatlarını demirəm. Təkcə Los Angeles şəhərində minlərlə insan alveri qurbanı var. Los Angelesin media şirkətləri sakinləri belə bir problemin olduğu barədə məlumatlandırmağa çalışır. Gecə uşaqlarının təməlini qoyan Louis Lee bu yaxınlarda yerli bizneslər və kinostudiyalar da daxil edilməklə bu təşkilata yardım edənlərə öz minnətdarlığını bildirdi. O, iş sahibləri və könüllülərin yardımı sayəsində keçmişdə fahişəliklə məşğul olan minlərlə yeniyetmənin işlə təmin edildiyini və cəmiyyətə qayıtdığını deyir. Onlardan bəziləri artıq mütəxəssis, bəziləri məktəb müəllimi, bəziləri isə ictimai əlaqələr üzrə çalışır. Onların içərisində şirkətlərdə işləyənlər də var. Lee belə bir proqramın yeniyetmələrə oxumaq və normal həyatla təmin etmək imkanı verdiyini deyir. Vaşinqtondan Nərminə Cəlal qızı, Amerikanın səsi.